Salam əziz şagirdlər. Əbaba çöp mövzusundan, natural ədəd mövzusundan son videomuzu çəkək. Bir-2 qeyd götürmüşəm, onları deməliyəm. Yaxşı, baxaq bu suala. Deyir, ədədin natural bölənlərinin sayını tapın. Niyə yazmırdı? Yaxşı, başlayaq. 13-ün kubu üstə gələk. 39-un kubu. Ədədin natural bölənlərinin sayını tap deyir. Natural bölənlərin sayını tapmaq üçün birinci sadə vuruqlarını yazmalıyıq biz burada. 13-ün kubu qalsın. Burada 39-un əvəzinə nə yaza bilərəm? 13 vuraq 3. Düzdür. Kubu da hər birinin üstünə qoyuram. Bax, bu 39-u böldüm, ayırdım. 13 vuraq 3 kimi yazdım. Hər birinin üstünə 3 qoydum. Nə çıxır mötərizə xaricinə? 13-ün kubu. Qalır. Bunun özü çıxır mötərizə xaricinə. Qalır yerində 1. Üstə gələk. Burada da 13 gedir yerində qalır. 3-ün kubu, yəni 27. Bərabərdir. 13-ün kubu vuraq 28. Aha, bu 13 sadə ədəddir, ona dəymirik. 13-ün kubu qalır. 28-i neçə vuraq, neçə yazaraq? 7 vuraq 4. 4-ün də əvəzinə 2 kvadratı yazdım. Baxırıq ki, yazdıqlarımızın hamısı nəymiş? Sadə ədəddir. Toplama şəklində olsa biz deyənmərik. Bu ikisi də sadə olsa deyə bilmərik də. Onun ki, sadə vurulan sayı üslərin üzərində bir gəlik. Gərək vurma şəklində ola və hamısı sadə ədəd ola. Yaxşı, kinoma da baxmış olduq. Buradan da bərabər qoyuruq. Bərabərdir. Bərabər deyil. Natural bölənlərin sayı deyəndə nə edirik? Saylarının üzərinə 1 gəlirik. 13-dən 3 dənədir. 3 plus 1. 7-dən 1 dənədir. 1 plus 1. Sayları bax 1. Bir də 2 plus 1. Bu da 2-dir plus 1. 4 vuraq 2 vuraq 3. 8, 8-dən 3-ün 24. Bu da oldu natural bölənlərinin sayı. Bu 1. Gələk ikinci qeydimə. Neçə rəqəmlidir soruşanda ən çox düşən sual tipləri, çətin sual tipləri də çətinlər üzrə. Çətinlik yoxdur, amma sadəcə çətinlər sırasında olur. Deyir ki, bu ədədimiz neçə rəqəmlidir? Neçə rəqəmlidir tapmaq üçün biz bunların içərisindən 2 və 5-ləri çıxardıb bir-birinə vurub 10 eləməliyik. O 2-5-ləri görməliyik. Yaxşı, baxaq. Bunun 2 şəkli həmişə də o vəziyyətdə olur. Başqa cür yan vermirlər. 4-ün əvəzinə yazıram. 2-in kvadratı yazıram. Üstündə də nə var? 15. Sonra 125-i 5-in nə yazıram? Kubu yazıram. Üstündə yazıram 9. Bunları vuranda neçə eləyir? 2 üstü 30. Bu neçə eləyir? 5 üstü 27. Yaxşı. Ən azım hansıdır? 5-dir. 5-dən neçə dənədir? 27 dənə. Demək 2-dən də 27 dənəsini götürəcəm. Bunun içərisindən 27-lərini götürdüm. 27 dənə nə olar? 2-ni 5-ə vuranda nə eləyir? 10 eləyir. Düzdür. Demək 10 üstü 27 yaza bilərəm. 10-dan 27 dənə oldu. Bir dənə 2, bir dənə 5 eləyir 10. 27 dənə 10 götürdük. Bəs burada biz 30-dan, 2-dən 30 dənə idi. 27-sini götürdüm. Neçəsi qaldı? 3-ü qaldı. Deməli 2-nin kubu da qaldı, 3-ü də qaldı. O da bərabərdir. 2-nin kubu eləyir 8, vuraq 10 üstü 27. Və yaxud da ki 0, 27 dənədir. 8-i 10-a vuranda 80 yazmırsınız. Bu birinin əvəzinə 8 yazırsınız da, düzdür. Və yaxud da 100-ə vuranda 800 yazırıq. Yəni bu 8 gələcək bu birinin yerinə. Neçə dənə 0 var? 27 dənə 0-dır. Bir dənə də 8, 28. 28 rəqəmliymiş. Bizdən neçə rəqəmli olduğunu soruşur. 28 rəqəmliymiş. Və yaxud da bəzən belə olanda nə soruşacaq? Rəqəmlərin cəmini. 10 üstü 27 yazmışıq. Bir dənə də 8 yazmışıq. 8-i buna vuranda yenə 8, yanında da 27-dən 0. Rəqəmlərin cəmi 8 eləyəcək. Yəni sıfırları da toplasaq, 800 də məsələn. Sıfırları da toplasaq 8 eləyəcək. Bu ikinci sualım. Sonra, ədədin yenə natural bölənlərinin sayını istəyir. Yazırıq 8, sonsuz sayda 0. N sayda. Ədədlərin natural bölənlərinin sayı 70-dir. Natural bölənlərin sayı 70-dir. 8-i yazaq, 8 vuraq. 10 üstü nə yazaram? Neçə dənə 0 var? N sayda, 10 üstü N. 8-in əvəzinə nə yazıram? 2-nin kubu. Vuraq 10 üstü N. Natural bölənlərin sayı deyənə nə edirik? Saylarının üzərinə 1 gəlirik. Yəni 3 plus 1, bir də N plus 1. Deyir, bunun cavabı 70-dir. Natural bölənlərin sayı bərabər neçəyə? 70-ə. Demək yazacağım, n plus 1 bərabərdir. 70-i düz yazdım. 2-nin kubu
Ay yox. Və burada 10 sadə ədəddir. Deyirəm axı niyə burada cavab səhv gəlir? 10 sadə ədəd deyil ki, sadə vuruqlarını ayırıb sonra deməliyik. Tam ayırmamışıq hələ. 8-in əvəzinə 2-nin kubu yazdım. 10-un əvəzinə 2 üstü n, bir də 5 üstü n yazacağım. 2 vuraq 5 kimi yazdım axı. İndi deyirəm, sayı üzərinə 1, 4 vuraq n plus 1, bir də n plus 1 bərabərdir 70'e. Bu da qəşəng olmadı. Nəysə səhv eləyib. Yaxşı, səhvimi yenə gördüm. Bax, bu ikilər onsuz bir yerdədir da. İkisinin də əsası nədir? 2-dir. Bu ikisinin də əsası 2-dirsə, biz bunları birləşdirə bilərik. Ayrı-ayrı yaza bilmərik axı onu. Rəqəm artmış olacaqdır. 2 üstündə 3 plus n yazıram. Bir də 5 üstündə n yazıram. İndi deyirəm sayların üzərində bir gəlin. Bu dəfə düzdür. Yaxşı. 3 plus 1 plus 3 plus n plus 1, bir də n plus 1. Bax, bunun, bir də bunun üzərinə bir gəlin düstur olaraq. Bərabər neçəyə? 70'e. Yaxşı, qıraqda yazaq. N plus 4 eləyir. Bir də n plus, bu n plus 4 elədi. Bu da n plus 1. N plus 1 bərabərdir 70'e. Bunu da mötəzəm vurub açıb hesablamaq olar. N kvadratı üstə gələk n, üstə gələk 4n, üstə gələk 4, çıxaq 70 bərabərdir 0. Yaxşı, bunları da yığaq bir tərəfə. N kvadratı plus 5n çıxaq 66 bərabərdir 0. İndi deyirəm cəmi 5 hasili mənfi 66 mənfi 11 ilə 6. Mənfi 11 ilə 6. Bizdə də hansı cavabı götürəcəyik? Müsbət. Natural bölənlərin sayını istəyirsə müsbət ədəd götürəcəyik. Bu da bir tip sual. İkisi qaldı. Bax, deyir 10 faktorial, üstə gələk 11 faktorial. Əsas 11-in, 10-cu 11-in siniflər üçündür bu. Sadə bölənlərin sayını tap deyirsə. Sadə bölənlərin sayını deyirsə, yazıram 10 faktorial, üstə gələk. 11 faktorial nə deməkdir? Geri qayıtmaq deməkdir, düzdür. Bunun əvəzinə yaza bilərəm. 11, vuraq, 10, vuraq, 9 davam eləyəcək. Amma 10 faktorialda dururam. Harada durmaq istəsəm, durub yanına neydən qoyurum. Buradan nə çıxır mötəz xaricində? 10 faktorial çıxır mötəz xaricində. 1 plus 11 bərabərdir. 10 faktorial vuraq 12. O da bərabərdir. Yaxşı. 10 faktorialın əvəzinə nə yazıram? 1-dən 10-a qədər ədədlərin hasili 1, 2, 3, 4-ün əvəzinə 2 vuraq 2, 5, 6-nın əvəzinə 2 vuraq 3, 7, 8-in əvəzinə 2, 2, 2, 9-un əvəzinə 3 vuraq 3 yazdım, promo yazdım. Bir də 10-un əvəzinə 2 vuraq 5 yazdım. Bir də vuraq 12 misalın özündəki. İndi baxaq. 2-dən neçə dənədir, 5-dən neçə dənədir? Bax, buradan sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 9 dənə. Ya 2 vuraq 2. 12-in əvəzinə yazmamışıq hələ. 12-in əvəzinə yazıram. 2 vuraq 2, 4 elədi. Bir də vuraq 3. Yaxşı. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 2-dən 10 dənə oldu. 3-dən 1, 2, 3, 4, 5 dənə oldu. 5-dən 2 dənə oldu. Bir də 7-dən də 1 dənə oldu. Sadə bölünən sayında deyirsə, nələr götürəcək? Müxtəlif. 1 dənə 2, 1 dənə 3, 1 dənə 5, 1 dənə 7. Bu da qutardı. Bir də 70 faktorial. Faktorial keçməyənləri bir əsətin gələ bilər. Gələcəkdə yerində qulaq asacaqlar buna. Neçə 3 vuruğu var? Ədədinin neçə 3 vuruğu var? Baxaq. Yəni 3-ə bölünən vuruqları vardı. 70-i 3-ə böləsə. 2 dəfə 6, 10, 3 dəfə 9. Alınan cavabı yumrulayırıq. Bir də 3-ə böləsə. 7 dəfə 21. Yaxşı, alınan cavabı yumrulayırsan. Bir də 3-ə bölürsən. 2 dəfə 3-ün 6 qalıq lazımdır. Bir də yumrulayırsan. Alınan cavabları toplayırsan. Bu da olur 3 vuruqları. Plus 2 bərabərdir 32. 32 dənə 3 vuruğu var imiş. Bu tip suallarda da burada yazdığım kimi bölüb qismətləri toplayırsınız.